Ağıllı Bala TV. Salam ağıllı balalar. Bugün sizlərlə birlikdə rəng oyunu oynayacağıq. Bununla da rəngləri daha yaxşı öyrənəcəyik. Əgər hazırsınızsa, başlayaq. Uşaqlar, burada sarı rəngin hansı olduğunu deyə bilərsiniz? Gördüyünüz məktəb ləvazimatlarından sizcə hansı sarı rəngdədir? Doğrudur. Karandaş sarı rəngdədir. Sarı karandaş. Karandaş sarı rəngdədir. Uşaqlar, bəs indi deyin görək, sizcə bunlardan hansı göy rəngdədir? Bu dəniz heyvanlarından hansı göy rəngdədir? Afərin sizə uşaqlar. Bu balıq göy rəngdədir. Göy rəngli balıq. Balıq göy rəngdədir. Bəs deyə bilərsənmi balaca? Bunlardan hansı qırmızı rəngdədir? Bu meyvələrdən qırmızı olan hansıdır? Qırmızı alma. Alma qırmızı rəngdədir. Qırmızı rəngli alma. Çəhrayı rəng. Bu quşlardan hansının çəhrayı rəng olduğunu deyə bilərsənmi balaca? Flamingo çəhrayı rəngdədir. Çəhrayı rəngli flamingo. Bu quş çəhrayı rəngdədir. Bəs görəsən bunlardan yaşıl rəngli olan hansıdır? Bu heyvanlardan hansı yaşıl rəngdədir? Qurbağa yaşıl rəngdədir. Yaşıl rəngli qurbağa. Yaşıl qurbağa. Bəs bunlardan narıncı rəng olan hansıdır? Hansı tərəvəz narıncı rəngdədir? Kök narıncı rəngdədir. Narıncı rəngli kök. Narıncı kök. Bənövşəyi rəng. Uşaqlar, deyin görək burada bənövşəyi rəng hansıdır? Bu dəniz heyvanlarının içərisində bənövşəyi rəngli heyvan hansıdır? Doğrudur. Bu bənövşəyi rəngdədir. Meduza bənövşəyi rəngdədir. Bu dəniz heyvanı bənövşəyi rəngdədir. Bəs bunların içərisindən qara rəngli olan hansıdır?
Bu geyimlərdən hansı qara rəngdədir? Əhsən sənə balaca, doğrudur. Ayaqqabı qara rəngdədir. Qara rəngli ayaqqabı. Bu ayaqqabı qara rəngdədir. Bəs deyin görək, ağ rəngli olan hansıdır? Bizim qış dostlarımızdan hansı ağ rəngdədir? Əlbəttə, qar adamı ağ rəngdədir. Qar ağ rəngdədir. Qar adamı ağ rəngdədir. Əziz balacalar, bugün sizlərlə rəngləri öyrəndik və birlikdə oyun oynadıq. Afərin sizə, bugün də çox yaxşı idiniz. Əgər videonu bəyəndinizsə və ardının gəlməsini istəyirsinizsə, lütfən bizə abunə olub dəstək olmağı unutmayın. Növbəti videoda görüşənədək sağ olun.